son beşinci yeri belirtiyorlar. Özellikle bu grupa dahil oluşan ve hakikaten de bu bir meselede grupta bu kadar büyük özellikler görürüm ki hakikaten burada olduğuma göre çok şahanım. Ve bugün de böyle güzel, muhteşem bir yerde, böyle bir tədbirdə yani mənə də verdiyiniz üçün buradan arkamızda teşekkür edirəm və hər kəsi ürəkdən salamlayıram. Və kadınlar hakkında yazdığım bir şey okumak istedim. Nagihan xanımın Müdamət Əzim Açıqzaran olduğunu səhvləyəcək. Ağış. Müdamət Əzim bacısıdır. Bir eli beşikte, bir eli hatta. Dünyanın eşq ilə yoğranması. Zərif bir çiçəkdir qarlı budaqda, fırtına qopanda dağ tək gözünün yaşıyla sönər yağmurlar. Baxışı bir ömrün bəxti, çırağı. Onun ürəyinə dənizlər sığar, nəfəsi baharın yaşıl nurağı. Dizinin üstündə kainat yatır, səbri keçilməyən polad bir hasar. O bəşər ruhuna mənəviyyatdır, hər zərif addımı bir tarix. Nə sükutu aciz, nə sözü hədər, nələrə qatlanar, nələrə aşar. Dünya ondan keçir, ta sona qədər, dünya bir qadının qəlbində yaşar. Çok